Bu testdə bizdən mübtəda ilə xəbərin uzlaşmasını düzgün seçmək tələb olunur. Birinci cümlədə 91% of people are right-handed. Demək, cümlənin mübtədası people cəmdir, cəmdədir və xəbər də həmçinin cəmdədir. Demək, birinci cümlə doğrudur. 91% insan sağ əllə yazır, yəni sağ əllidir. Eating fish make you brainy. Bu ikinci cümlə gerundla başlayıb. Bildiyimiz kimi gerund, yəni mübtədası gerund olan cümlənin xəbəri təkdə göstərilməlidir. Burada xəbər, yəni make feili sonunda s şəkilçisi ilə bitməli idi. Yəni üçüncü şəxsdə bildiyimiz kimi mübtəda tək olanda present simple zaman cümləsində feilin sonuna s şəkilçisi artırılmalıdır. Ona görə də ikinci cümlə səhvdir. Eating fish makes you brain olmalıydı. Üçüncü cümlə listening to all types of music help to improve memory. Burada yenə də cümlə gerundla başlayıb, yəni listening feilin sonunda ing isimləşib. Bütün növ musiqi dinləmək yaddaşın inkişafına kömək edir. Yəni mübtədası listeningdir. Yəni bütün növ musiqi dinləmək nə? Mübtəda gerunddur və burada help təkdə verilib, present simple-da təkdə verilib, sonunda s şəkilçisi artırılmadığı üçün bu cümlədə səhv hesab olunur. Dördüncü cümləyə baxaq. Repeating things is effective for long-term memory. Bu cümlədə gerundla başlanmışdır və xəbər göründüyü kimi is təkdə verilmişdir. Yəni dördüncü cümlə doğrudur. Gerundla başlayan cümlələr, mübtədası gerund olan cümlələrin xəbəri təkdə verilməlidir. Demək, doğru variantımız 1, 4, D variantıdır.